ولله الحمد. السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. Möhtərəm müsəlmanlar, həmişəki kimi Allah Subhanahu taala'dan qorxmağa çağırıram, təqvalı olmağa çağırıram. Çünki insanın əsas cənnətə girməyinə vəsilə Allah Subhanahu taala'dan qorxmaqdır, möhtərəm müsəlmanlar. Möhtərəm müsəlmanlar, bildiyiniz kimi gözəl bir ay yola saldıq, Ramazan ayını, hansı ki bu təqvanı çoğaltmaq üçün səbəb idi. Kimlər istifadə etdisə etdi, kimlər istifadə etmədisə Allah Subhanahu taala onları da günahlarından çəksin, onları da muvaffaq etsin, bir daha oruç tutmağı. Allah Subhanahu taala bu ayda bizə buyururdu ki, bu ayı tutmaq üçün Ya eyyuhellezine amanu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tattaqun. Ey iman edenler, oruç sizdən əvvəlkilərə fərz olunduğu kimi sizlərə də fərz olunduğu ki, bəlkə Allah Subhanahu taala'dan qorxasınız. Bəlkə Allah Subhanahu taala'dan qorxub pis işlərdən çəkinəsiniz. Ona görə Ramazan ayı böyük mədrəsə idi. Ramazan ayı gözəl bir tərbiyə idi, təlim idi. Allah'a yaxınlaşmaq üçün ən böyük savab vasitə idi. Ona görə möhtərəm müsəlmanlar, ümumiyyətlə Allah Subhanahu taala bizə nəyi buyurursa, hər bir şey bizim xeyrimizdir üçündür. O şeydə bizdə xeyri var. Ona görə Allah Subhanahu taala və həmçinin biz o ibadətləri etməklə Allah Subhanahu taala'ya yaxınlaşırıq. Və baxın Ramazan ayının fəzilətinə. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən sama Ramazanı imanən və ihtisaban ğufira lahu ma taqaddama min zənbi." Kim Ramazan ayını savabını Allah'tan umaraq tutarsa onun keçmiş günahları bağışlanar. Ona görə möhtərəm müsəlmanlar, Ramazan ayı səbəb edir ki, insanın günahlarının bağışlanmasına. Tövbə qapısı həmişə açıqdır. Amma Ramazan ayında insan tövbə etməyə daha çox ümid var ki, insan tövbələr çoxalsın və dualar çoxalsın və bununla da Allah Subhanahu taala yaxınlaşsın. Ona görə möhtərəm müsəlmanlar, Ramazan ayında təkcə o yemək içmək deyildi, insan yeməkdən içməkdən özünü tutsun. Həmçinin Ramazan ayı fürsət verir ki, biz bütün günahlardan özümüzü tutar. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, elə oruç tutanlar var ki, ancaq onların orucundan onlara qalan onun ancaq az və susuz qalmasıdır. Bu insan, yəni oruç tutmağına bərabər başqa bir günahlar edir, başqa günahlardan çəkinmir. Ona görə oruç insanı bütün fahiş işlərdən çəkindirməlidir. Yəni həqiqi mənada tutulan oruç. Oruç bütün pis əxlaqdan insanı çəkindirməlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm gəlmişdir ki, insana Allah Subhanahu taala'ya tək Allaha ibadətə çağırmağa gəlmişdir. Tək Allaha ibadət etməyə dəvət edirdi və gözəl əxlaqa dəvət edirdi. Ona görə bütün ibadətlərin nə varsa bizi Allaha yaxınlaşdırır. Bizi o vasitə ilə həm dünyada və həm ahirətdə saadətə aparır. Və möhtərəm müsəlmanlar, bildiyiniz kimi Peyğəmbər sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, Buniyel İslam alə xamsə şəhadət ən la ilə illallah və ənə Muhammed Rasulullah və iqamus salat və itəl zəkat və sam Ramazan və həccül beyt. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, İslam 5 əsas üzərində bina olmuşdur. Kəlmə şəhadət demək, namaz qılmaq, oruç tutmaq, zəkat vermək. Allah